Hamıya salam. Gəlin bugün proqramlaşdırmanın ən populyar dillərindən biri olan Python'ın çox maraqlı bir sirrini birlikdə açaq. Yəqin ki, adını çox eşitmisiniz, amma heç fikirləşmisiniz ki, Python bəzən adi riyaziyyatı necə fərqli başa düşə bilir. Gəlin elə indi başlayaq. Düzdür, baxın, Google-da axtarış edəndə, Instagram-da şəkil paylaşanda bunların hamısının arxasında Python dayana bilir. Yəni o, gündəlik həyatımızın demək olar ki, bir hissəsidir. Amma maraqlısı budur. Bu qədər güclü bir dil necə olur ki, ən sadə bir riyazi əməliyyatda bizi çaşdıra bilir? Gəlin görək necə. Yaxşı, gəlin birbaşa məsələnin özünə keçək. İndi sizə bir şey göstərəcəm. Deməli, Pythonda 2 + 3 həmişə 5 eləmir. Bəli, düz eşitdiniz, hazırsınız? İndi ekrana diqqətlə baxın. 2 dənə kod parçası görürsünüz, düzdür? Demək olar ki, eynidirlər. Amma soldakı kod bizə cavab olaraq 5 verir, sağdakı isə 23. Bütün fərqi yaradan şey isə o balaca cüt dırnaq işarələridir. İnanılmazdır, elə deyilmi? Necə olur axı bu qədər kiçik bir detal hər şeyi alt-üst edir? Bax, bizim bugünkü tapmacamız elə budur. Gəlin bir anlıq bu sual üzərində fikirləşək. Cavab əslində Python'un dünyanı necə gördüyü, necə düşündüyü ilə bağlı çox fundamental bir məsələni bizə göstərəcək. Və bu tapmacanın cavabı Python'ın çox əsas bir qaydasında gizlənib. Bu qaydanın adı verilən tipləridir. Gəlin görək bu nə deməkdir və bizim sirrimizi necə açır. Deməli, məsələ burasındadır ki, Python üçün hər şey eyni deyil. O, məlumatları sanki 2 fərqli dünyaya ayırır. Bir tərəfdə riyaziyyat üçün istifadə etdiyimiz, bildiyimiz ədədlər var. Digər tərəfdə isə mətnlər, yəni sətirlər. Təsəvvür edin ki, bunlar 2 fərqli aləmdir, öz qaydaları ilə. Və bax, bu slaydda bütün sirr açılır. Python 2 və 3-ü rəqəm kimi görəndə plus işarəsini toplama əmri kimi başa düşür. Nəticə də olur 5. Amma dırnaq içindəki 2 və 3-ü görəndə artıq onlar üçün bu rəqəm deyil, sadəcə mətindir. Və plus işarəsi də bu 2 mətni sadəcə yan-yana yapışdırır. Nəticədə də alınır 23. Bu qədər sadə. Deməli, əsas qayda budur, bunu yadda saxlamaq lazımdır. Python dırnaq işarəsi gördüyü anda içində nə yazılmasından asılı olmayaraq ona mətin kimi baxır. Yəni onun üçün 2 rəqəm deyil, sadəcə bir simvoldur. A, B, C hərfləri kimi. Yaxşı, indi ki bu 2 fərqli dünyanın, ədədlər və mətinlər dünyasının fərqini başa düşdük, gəlin hər birinin özünə məxsus qaydalarına və əməliyyatlarına biraz daha yaxından baxaq. Tam ədədlərlə işləmək əslində çox sadədir. Məktəbdə öyrəndiyimiz adi riyaziyyat kimidir. Toplama, çıxma, vurma, bölmə, bütün bu operatorlar tam olaraq gözlədiyimiz şəkildə işləyir. Heç bir sürpriz yoxdur. Amma iş sətirlərə gələndə plus operatoru tamamilə fərqli bir məna kəsb edir. O 2 mətni götürüb, sanki yapışqanla bir-birinə yapışdırır. Məsələn, burada gördüyünüz kimi Məmmədov sözü ilə 5 mətnini birləşdirib Məmmədov 5 alırıq. Bu əməliyyatın proqramlaşdırmada xüsusi bir adı da var, konstatinasiya. Vurma operatoru isə sətirlər üçün, deməliyəm ki, daha da maraqlıdır. O, bir sətri götürüb göstərilən say qədər təkrarlayır. Baxın, məsələn, Python sözünü 3-ə vurduqda nəticə nə olur? Python, Python, Python. Bu, bəzən çox işə yarayan, həqiqətən faydalı bir xüsusiyyətdir. Bu qaydaları artıq bilirik, süper. İndi isə gəlin, yeni başlayanların, demək olar ki, hamısının düşdüyü bir tələyə baxaq. Söhbət proqrama kənardan, yəni istifadəçidən məlumat daxil etməkdən gedir. Təbii ki, proqramlarımızı maraqlı və interaktiv etmək üçün istifadəçidən nəsə soruşmalıyıq, məlumat almalıyıq. Pythonda bunun üçün input funksiyası var. Bu funksiya işə düşəndə proqramı bir anlıq dayandırır və istifadəçinin klaviaturada nəsə yazıb Enter düyməsini basmasını gözləyir. Və budur. Input funksiyasının qızıl qaydası gəlir. Bunu mütləq yadda saxlayın. İstifadəçi nə yazırsa yazsın, fərqi yoxdur. İstəyir adını yazsın, istəyir rəqəm yazsın. Input funksiyası onu həmişə mətin, yəni sətri olaraq qəbul edir. Bax, bütün məsələnin açarı elə budur. Yaxşı, bu yeni məlumatı bildiyimizə görə gəlin bu koda bir də baxaq. Deyək ki, istifadəçi əvvəlcə 5, sonra da 4 daxil edir. Sizcə nəticə nə olacaq? 9, yoxsa 54? Biraz düşünək. Əlbəttə ki, cavab 54 olacaq. Niyə? Çünki input onları rəqəm yox, sətir kimi götürür və plus işarəsi də onları sadəcə yan-yana yapışdırır. Bəs yaxşı, bu tələbdən necə çıxmaq olar? Çıxış yolu varmı? Əlbəttə var.
Heç narahat olmayın. Python bizə bu verilən tiplərini tam idarə etmək üçün çox güclü alətlər verir. Və hər yolu budur. Int funksiyası. Bu funksiya sanki bizim sətir dünyasından ədəd dünyasına keçid biletimizdir. O, dırnaq işarələrinin içindəki rəqəmi götürür və onu riyazi əməliyyatlar üçün hazır olan əsil tam bir ədədə çevirir. Baxın, bu slaydda hər şey öz yerinə oturur. Input funksiyasından gələn dəyəri int funksiyasının içinə salmaqla biz əslində Pythona belə deyirik. Bax, bu mətindir, bilirəm, amma sən onun içindəki rəqəmi götür, onu əsl ədədə çevir və sonra topla. Vəssalam, nəticədə də bizə lazım olan gözlədiyimiz 9 cavabını alırıq. Yaxşı, bəs əksini etmək lazım gəlsə. Yəni, əlimizdə bir ədəd var, amma onu mətinə çevirmək istəyirik. Təbii ki, bunun üçün də bir funksiya var, adı da str, yəni string sözünün qısaltması. Bu həqiqətən əla bir nümunədir. Fikirləşin, 7 rəqəmini 5 dəfə təkrarlayıb 777.777 yazmaq istəyirik. Bunun üçün əvvəlcə 7 rəqəmini str funksiyası ilə 7 mətninə çevirməliyik. Bax, yalnız bundan sonra vurma operatoru onu təkrarlama əmri kimi başa düşəcək və istədiyimiz nəticəni verəcək. Gəlin sürətli şəkildə öyrəndiklərimizi bir daha nəzərdən keçirək. Birincisi, Pythonda ədədlər və mətinlər fərqli dünyalardır. İkincisi, plus işarəsi ədədləri toplayır, mətinləri isə birləşdirir. Üçüncüsü və ən vacibi, input funksiyası həmişə mətin, yəni sətir qaytarır. Və nəhayət, bu dünyalar arasında rahatca keçid etmək üçün int və str funksiyaları bizim köməyimizə çatır. Bu sadə qaydaları bilsəniz, bir çox baş ağrısından xilas olacaqsınız. Beləliklə, artıq siz ədədlərlə mətinləri idarə etməyi sirrini bilirsiniz. Bu, maraqlı və interaktiv proqramlar yaratmaq üçün atılan ilk, amma çox vacib bir addımdır. İndi düşünün, bəlkə sadə bir kalkulyator düzəldəsiniz, bəlkə də kiçik bir mətin oyunu. Sizin bu yeni biliklərlə yaradacağınız ilk proqram nə olacaq?